Allah şəhidlərimizə rəhmət eləsin, şəhid ailələrinə, şəhid bacı qardaşlarına, şəhid ata-analarına, şəhid balalarına, şəhid yarlarına Allah səbir versin. Şəhid ana və ataların əllərindən, ayaqlarından öpürəm, qarşılarında diz çəkirəm. Allah qazilərimizə şifa versin, veteranlarımıza yar olsun. Allah bizə bir də vətənimizə, millətimizə müharibə odun göstərməsin, aclığı başımızın üstündən əskilsin inşallah. O qara dumanı üstümüzdən çəksin inşallah. Görürəm başımıza nelər gələcək nəsillərə də Allah gəl boyuna qurban. müharibə odun göstərməsin inşallah. Çünki həqiqətən keçmiş nəsillər bizə çox deyər ki, siz müharibə görməyibsiniz, müharibəni yaşadıq, gördük. Çox acılı bir şeydir. İnsan tanımadığı halda minlərlə qardaş itirməsi çox acılı bir şeydir, həqiqətən. Göyçəmdən yazır. Mənə Allah qan bir, can bir qardaş verməyib həyatda. Amma müharibədə özümün egoist olduğumu bilmişəm. Həqiqətən o qədər qardaşlarımın, o qədər atamın oğlanları var imiş ki, o qədər qardaşlarım var imiş ki mənim həyatda. O qədər bacılarımın qardaşları var imiş ki, bunu bilməmişəm. Bir-birimizin qədrini bilməyə çağırıram dostlar sizi. Çünki həyatda insan çox zaman itirəndən sonra qədrini bilməyə başlayır, o da gec olur. Təsəvvürə gətirirsiniz, bir də o şəhid olan qardaşlarımız bizimlə bir həyatda yaşamayacaqlar. Amma onlar bizə görə həyatlarını qurban veriblər. Bu günləri gəlib burada gülüş atan erməni qanlı məxluqlar var. Onları necə deyim, deməsəm olmur, alınmır. Hamı deyir ki, baş qoşma, amma qanıma toxunur, valla. Həqiqətən qanıma toxunur. Bir əsir belə qanımdan çıxası, nə bilim, zədə deyil bu. Baxın, çalışağın evladlarımıza, şəhidlərimizi çox gözəl aşılayaq. Onların etdiyi əziyyətlərin heç olma bir zərrəsini onlara gözəl aşılayaq. Sizdən xahiş edirəm. Yalvarıram sizə, xahiş edirəm. O vaxtınızı valla boş-boş şeylərə keçirməyin.